Əlillik təyinatını vermirlər. Köməklik eləmirlər. Heç bir dərman, Allahın bir çörəyinlə bir dərmanını bizə sınağa çəkirlər. Çörəklə bizi sınağa çəkirlər. Qıçam işləmir, qıçam sağ qalmış sümüyüm tənəffüs gündədir, əməliyyat olunması pul istəyirlər. Heç kim eləmir ki, yardım eləmirlər, kömək eləmirlər. Nağaraq dərdimizi kimə deyək? Cənab Prezidentə ərizə yazmışıq, Sosial Müdafiə Nazirliyinə rəsmi ərizə yazmışıq, qeydiyyatda da var. Bizə heç kim köməklik eləmir. Mənim bütün sənədlərim var, başdan danışım, en salih hərbi hissədə xidmət etdim, Həmrə taborunda. Getdik, döyüşdük, başımdan yaralandım, çiynimdən yaralandım, qulağım partladı, sağ qıçam, sağ budum, sağ baldım, toplum, kör qəlpə yarası almışam. Qulağım partlayıbdır, məni hərbi həkim komissiyası volt eləyibdir, işdən çıxardıbdır. Amma indi də mənə əlillik təyinatım 2 dəfə imtina veriblər. Niyə? Səbəb nədir? Yaxşı, mən ölməliyəm maşınla. Nətər eləyək? Murov yüksəkliyini biz ələ keçmişik birinci səfər. Yaralanmışıq da 81 şəhid bir vermişik, 31 şəhid bir. Belə olmaz, biz ölüyə sürünməyik, biz çörəklə, dərmanla sınayıq. Allahın bir dərmanını icra başçısı alıb gətirib, icradan anamı işdən çıxartdılar. İcra kimi Samqran Ali Qocayev anamı işdən çıxartdırdı. Zeynal Ağdəliyev Cənab Prezidentin müavininə, Cənab Prezidentə şikayət edilmiş, Cənab Prezidentin müavini Zeynal Ağdəliyev dedi, ananızı işlə təmin olunacaq, işdən çıxartdılar, indi də işə qoymurlar. Deyirlər, gedin dilənin, başçı Ali Qocayev bütün hər yer çəpəriyib, bir dənə özlərini işləyib. Biz də insanıq da, biz də vətən evladıyıq. Heç nə demirəm, bir dənə qəlpə çıxart bədənimdən, başımdakı qəlpənin birini çıxart, ya işə qaytar, ya bir nə bilim, nəsə eləyin də. Bax, sağ qıçam, bərbad vəziyyətdədir. Travmatologiya institutunun baş direktoruma icazə vermədi əməliyyatına, qıçamın əməliyyatına. Damarların arasında 22 dənə qəlpə var, mən insanam, yaşayamıram, bir günə. Hadi evdə acından ölüb, bizi çörəklə, dərmanla sınağa çəkirlər. Allahın dərmanını çox görürlər bizə. Heç kim dərman vermir, müalicə eləmir, heç kim heç nə eləmək istəmir. Biz kimiyik, biz tullantı olub getmişik biz. Elə bil biz, nə bilim, heç kim baxmır. Nağarım, gel qıçam kəsir, mən işləyəmirəm də, hasadayım, gəl qıçam əməliyyat elə, başımdakı qəlpəni çıxar, psixoloji dəstək olun. 80 manatlıq meyvə alıb satmışdım, Samqran polis leytenant Ələddin gəldi, vurdu, qolumu qıçamda artdı, tibb ekspertizadan keçmişəm, Samqran qoruq baxmır. Hansını deyəsən, Samqranda yaşayış dayanıqdır, ancaq özlərini işləyir. Maddi təminatı dilənirəm, cəmiyyət fitrə verirlər, sadaqa verirlər bizə. Nətər deyim, dərdimizi kimə deyək, ölkə başçısına neçə dəfə Allah canını sağ eləsin. Bir dəfə əmir verdi, getdik, döyüşdük. Bir dəfə də əmir versin ki, bu qaziləri incitməsinə, dəyərliyini versinə. Biz nə istəyirik? Bizi niyə bunlarla üz-üzə qoyurlar ki? Niyə? Səbəb nədir? Qəbulda baxacaqlar ki, qardaş, qəbula keçməklə deyil, qəbula keçməyə, elə buradan bir dənə taksiyə qoysunlar, yüzücə qoysunlar, bir dənə aparsınlar, başımdan ya qıçamdan bir dənə dəmir çıxarsınlar mənə. Bir dənə dəmir çıxarsınlar ki, sahib psixoloji dəstək oldu. İşinlə bağlı da yedim hamısını, gəl bizə. Kömək edin. Buranı and olsun intihar edəcəm. Allah'a and olsun bu öz boğazımı. Buranı and olsun bu boğazımı bax burada çıracağım. Buranı and olsun mənə əlillik verməsə, bax bu boğazımı sağ soxacağım, bax buradan. Sağ soxacağım buradan, çıracağım boğazımı. Mən ölkə başçısından yenə xahiş edirəm. Bax, yenə gecdir. Bizə baxsınlar da bizə xahiş edirik. Artıq dərəcədə. Bizim niyə millət devlətlə üz-üzə qoyurlar? Niyə? Səbəb nədir? Bir dərmanı, bir çörək bizə çox görürlər bunlar. Biz milyonçu olmaq istəmirik, milyardımız olmayacaq bizim. Biz bir çörəyə dolanır. Bir dolanışıqa görə biz bu vəziyyətdəyik. Bir kağızına bir yazma var ki, sən içsən, qursan, qazisən, nəçsən, səni biz sayırıq. Bizə bir yardım göstərsinlər də, bizə bir yardım göstərsinlər. Bizə bir yardım eləsinlər də, yaxşı, biz nə qaraq, nətər eləyək, haqqımızı kimdən istəyək, Cənab Prezidentə deyirik, hörmətli Salih Babayevə deyirik, bax indi də deyirəm, üzümü tutub deyirəm, köməklik eləyin, pis vəziyyətdəyəm, başımda qəlpə var, bir tərəm işləmir, müflis vəziyyətindəyik, hər yerə borcumuz var, özümüzdən səviyyəli, səviyyəsiz, hər kəsə borcumuz var, biz yaşaya bilmirik də.